Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən orta müddətli xərclər çərçivəsi də öz əksini tapıb. Sənəddə qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7% əmək qabiliyyətli yaşda 15-65 yaş, 9,1% isə 65 və daha yuxarı yaş qrupuna aiddir. Hazırki vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin növbəti bir neçə 10 illiklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər. Sənəddəki bu fikirlərdən belə aydın olur ki, Azərbaycanda əhali yaşlandıqca pensiyaya çıxma yaşı da artırılacaq. Mövzu ilə bağlı sfera AZA açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, hazırda pensiya yaşının artırılması müzakirə olunmur.